Salam əziz izləyicilər, Bulaq TV-də üz-üzə podkastında bir daha sizləri xoş gördük. Birləşmiş Ərəb Əmirliklərinin xarici ölkələrdə siyasətlərinə müdaxiləsində və İsrail üçün etdiyi xoş xidmətlər haqqında danışırdıq və bu günləri Livan və İraq haqqında müzakirə edəcəyik. Mən də öz növbəmdə sizləri salamlayıram, xoş gördük hər birinizi. İlk öncə əgər razısansa Livandan başlayaq və Birləşmiş Ərəb Əmirliklərinin İsrailə etdiyi xidmətləri o sahədə araşdıraq. İlk öncə Livan haqqında bəzi məlumatlar vermək istəyirəm ki, ola bilər izləyicilər üçün maraqlı olsun. Livan 4 milyon əhalisi var və müxtəlif milliyyətlər və məzhəblərdən təşkil olunur. Xristiyanı var, dürzülər var, müsəlmanları, şiəsi, sünnisi var və onların içində həm siyasi və həm məzhəbi fərqlər də çoxdur. Livan 1943-cü ildə Fransanın işğalından azad olunub və hakimiyyət də dediyimiz kimi o məzhəblərin çoxluğuna görə məzhəblər arasında bölüşüb. Prezident həmişə xristiyan olur, baş nazir sünni olur və parlament sədri isə şiələrdən ibarət olur. Təxminən 1 milyon şiə hal-hazırda Livanda var. 1982-ci ildə İsrail Livana hücum edir və Livanın cənubunu işğal edir, Beyruta qədər irəliləyir və Beyrutun içəri hətta daxil olur. Bu işğalın nəticəsində şiələrin arasından qruplar yaranır və öz xalqından, öz ərazi bütövlüyündən müdafiəyə çalışır və uzun illər onların cəhdi, onların mübarizəsi nəticəsində İsrail məcbur olur ki, tam şəkildə geriyə çəkilir və Livan tam şəkildə azad olur. O vaxtdan bəri də bu qruplar əsasən də Livan daxilində fəaliyyət göstərir və İmam Musa Sədr təşkil edir. Ondan sonra Seyyid Həsən Nəsrullah olur və Seyyid Həsənin şəhadətindən sonra Şeyx Nəim Qasim hal-hazırda rəhbərliyini öhdəsinə alır. Belə təsadüfi deyil ki, dedin ki, 4 milyonluq əhalinin 1 milyonunu şiələr təşkil edir. Və görürük ki, bu tarixdə bir daha bu bizə bunu göstərir ki, şiələrdən ibarət, yəni Əhl-Beyt ideologiyasından ibarət qrupun yenə də öz vətənini və millətini və dövlətini müdafiə etmək üçün ayağa qalxması bizə göstərir ki, bu ideologiya düşməni narahat eləmək baxımından ən həssas ideologiyadır və bu gün də buna görədir ki, həm də gözəl vurğuladın, hakimiyyət strukturalarının bölünməsi baxımından ki, prezidentlik filan. Bugün o struktura bölgüsündən sui-istifadə edir İsrail, gördü ki, şiə qruplarının qarşısında dayana bilmədiyinə görə o strukturadan sui-istifadə edərək yenə də siyasi manevrlər və oyunlarla qarşısını yalnız bu yolla almağa cəhd eləyir. Əlbəttə, inşallah söhbətin davamında yəqin ki, özündə vurğulayarsan, yenidən həmin o xalqın dirçəlməsini gözləyir. Bəli. Təbii ki, bir qeydə əlavə edim. Platformanın həssaslığına dolayı biz adın elə şiə qrupları kimi qeyd edək. İstər Livanda, istər İraqda elə şiə qruplar deyəndə izləyicilərimiz inşallah anlayırlar ki, bizim məqsədimiz nədir. O dediyin çox maraqlı məqamdır ki, o 1 milyon yalnız ayağa qalxır və belə bir şey deyim ki, məqsəd yönüllü şəkildə, bu təsadüfi deyil, məqsəd yönüllü şəkildə bu şiə qruplarının yaranmağından öncəyə baxanda görürük ki, şiələr Livanda qara millət kimi tanınırlar. Yəni, bütün cinayətlər, orada pozğunluqlar, hamısı məqsəd yönüllü şəkildə şiələrə tərəf ittiham olunur və onları, yəni şiələri cinayət, pozğunluqla göstərməyə çalışırdılar. Ki, İmam Musa Sədr gəlir və bu təşkilatı yaradandan sonra və Livanın ərazi bütövlüyünü yenidən bərpa edəndən sonra artıq görürük ki, orada şiələrin necə hörməti artır və bir daha orada şiələrin gücü və qüdrəti və xalq içindəki sevimi orada bir də görürük ki, neçə qat artır. Bir məsələdə baxın,
nə qədər müsəlman ölkələr var. Yəni o 1 milyonun əzəməti mən qeyd etmək istəyirəm ki, nə qədər müsəlman dövlətlər var ki, Misir kimi biz görürük ki, hərbi baxımından həqiqətən çox böyük bir gücə malikdir. Ya bəzən görürük ərəb müsəlman ölkələr ki, o qədər pulları var ki, dünya pulunda olan mühüm rolları var. Amma İsrailin qarşısında hamısı aciz, İsrailin qabağında hamısı başı aşağı, başı qapazdı, hətta deyə bilərik. Amma 1 milyonluq cəmiyyətdən çıxan qruplar necə düşmənə qanut dururlar və onun bütün proqramlarını uzun illər ərzində ziyansızlaşdıra bilirlər. Çox maraqlı bir fakta işarə vurdun. Dedim demədən keçməyim buna. Həqiqətən də Quranın ayəsi var da, "Kəm min fiətin qalilə." Nə qədər balaca qruplar var ki, belə deyək də, kəmiyyət baxımından, say baxımından az görünürlər. Amma qələbət bu qruplar böyük kəsirə gətirir Allah. Çox say baxımından çox olanlara qalib gəlir. Amma necə? Allah ayədə gətirir. Deyir biiznillah. Allaha söykənən ideologiya sahibi olduqlarına görə. Və gözəl bir mətləbə digər yerdə işarə vurdum. Məsələn, Misri, Ərəbistanı misal gətirdim. Bax, məsələn, biz dedik 1 milyon. Sən deyirsən ki, oradan məsələn 1 milyon Livandan ayağa qalxdılar. Şiə məktəbi idi. Bax, dediyin Ərəbistanla Misrin özündə Əhl-i Sünnə adını üzərlərinə qoymaqlarına rəğmən sələfi yönümlü ideologiyanı hakimiyyətə gətiriblər və xalqlara da bunu necə deyərlər, yeridiblər deyə orada, baxmayaraq ki, sayları çoxdur. Ərəbistan biri 30 milyon, 100 milyona yaxın, 50-100 milyon arası Misirin əhalisidir. Say çoxdur. Amma ideologiya zəifdir deyə və elə Birləşmiş Ərəb Əmirlikləri bəhsimiz kimi davam edəsən, bu da bizə bunu göstərir ki, baxmayaraq ki, müsəlman adı üstündədir bunların və sayları da çoxdur say baxımından, düşmən bunların üzərində hesab açır. Bunların üzərində hesab açır. Belədir, bəli. O Misiri qeyd edim ki, Misir həm İsraillə sərhəddir, həm də çox güclü bir ordusu var. Həm piyada qoşunun sayısı çox yuxarıdır, həm də Misir yeganə ölkələrdəndir ki, həm şərq, həm qərb silahlarına malikdir. Yəni biz görürük ki, həm Çindən silahlar var, həm Rusiyadan, həm qərb ölkələrindən F-16'ları da var, Rus qırıcıları da var. Yəni mürəkkəb və güclü bir ordusu var, amma ona baxmayaraq çox aziz və zəllilcəsinə davam edir. Var, heç nə yoxdur. Tamamilə elədir. Amma Livan məsələsinə qaydanda, baxın, hansı ölkədəki fitnələrə baxsaq, istər Suriyadan ki, öncədən danışdıq, istər Livanda, İraqda bir üçbucaq yaranır, zor, təzvir və zər. Yəni bu üç dənə bir üçbucaqdır ki, zor İsraildir, İsrail rol oynayır ki, hədəliyir, vuracam, dağıdacam, məsələn, hücum edəcəm, belə o hamını qorxutmaq üçün İsraili yaradıblar. Təzvir də ki, ABŞ-dır, aldadıcı siyasətləri ilə. İndi görürük ki, Tam Barak, ABŞ prezidentinin xüsusi nümayəndəsi Suriya və Livan üzrə gecə-gündüz çalışır. Oradakı, məsəl üçün, nazirləri, mühüm şəxsləri, tayfa başçılarını orada aldatmağa çalışır və o yalancı diplomatiya ki, dünyaya demokratiya göstərirlər, onu istəyir ki, orada da hakim eləsin. Və zər məsələsində, yəni pul və maddi baxımında ki, həmişə Birləşmiş Ərəb Əmirlikləri və digər müsəlman ölkələri rolunu oynayırlar. O, hal-hazırda paketlər hazırlanıb Ərəb Əmirliklərinin tərəfindən 1 milyondan 10 milyon dollarlıq, yəni 1 milyondan 10 milyona qədər şəxsinə fərqli olaraq gecə-gündüz işləyirlər. Hər gün gedirlər Livanda, mühüm şəxsiyyətlərlə görüşürlər. Mühüm şəxsiyyətlər ola bilər ki, hansısa nazir olsun, hansısa deputat olsun, hansısa tayfa başçısı üçün bilirsiniz də, yəni Livanda tayfalar hakimdirlər. Söz sahibi olanlar. Bəli, məsələn, sünnilərin içində daha çox, dürzilərin içində də nisbətən tayfalar var ki, tayfa başçıları orada mühüm rol oynaya bilirlər. Rüşvətlər verirlər, deyirəm, 1 milyondan 10 milyona qədər və kimlə görüşmək istəyirlərsə, o görüşlərdə heç vaxt əli boş getmirlər. Və həmişə də sözləri nədir? Bunlar bu pulu təklif eləməklə elə o Suriyada Bəşər Əsədə dediyimiz kimi
Deyirlər ki, mesajımızı çatdırın Livanın mühüm şəxslərinə ki, biz çox narahatıq. Çünki siz əgər nəsə tədbir eləməzsiniz, burada daş üstünə daş qalmayacaq, Livanı dağıdacaqlar. Amma əgər məsəl üçün siz şiə qrupların zərərsizləşdirsiniz və onların silahını əlindən alsınız, biz gəlib sizin üçün böyük büdcələr təyin eləyəcəyik və sizə ölkənizin abadlığına kömək eləyəcəyik. Və bunu da qeyd etmək lazımdır. Livan özü-özlüyündə kasıb bir dövlətdir və həmişə də dövlətçiliyi və idarəçiliyi üçün digər yerlərdən köməklər alır, yardımlar alır idarə etmək üçün. Və hal-hazırda o köməklər kəsilib ki, onlar iqtisadi baxımından biraz sıxıntıya salsınlar. İsrailin daima təhdidləri oradadır və görürük ki, Ərəb Əmirlikləri də gəlir burada pul təklifləri, böyük büdcələr, vədlər verir və müxtəlif rüşvətlərlə çalışır ki, oradakı, yəni Livandakı mühüm şəxsləri qane etsin ki, Allahın və şiə qruplarının üzərinə getsinlər. Bəli, tamamilə doğrudur. Sən bunu dedin, yenə yadıma o taktika düşdü. Sözün əsl mənasında biz tarixə baxanda görürük ki, həqiqətən də biz deyirik ya, yaxşı və pis insan ağlı dərk eləyir. Pis pisdir, yaxşı yaxşıdır. Və həqiqətən də görürük ki, cərəyandır. Bu bir cərəyandır. Müxtəlif zamanlarda o zamanların özünə uyğun şəraitlərdə belə deyək, cilvələnir, özünü təzahür elətdirir. Amma həmin cərəyandır. O deyirsən o dövləti və yaxud da müxtəlif insanları orada ələ almaq üçün bir tərəfdən o qəşəng dedin, zər, zur, təzvir, yəni təhmiq, axmaqlaşdırma. Zər göstərir, birinci zur göstərir də, qorxudur. Təhdid. Təhdid də bugünkü dildə nəyə oxşayır? O Şeybə Əbu Talib var idi, Əbu Talib dərəsində. Peyğəmbər ilk, son Peyğəmbər İslam hakimiyyəti quranda, İslam hakimiyyəti üçün ətrafında insanları oyadanda, o vaxtda həmin Sufyani cərəyanı bu işi gördü. Şeybə Əbu Talib. Əbu Talib dərəsində mühasirə elədilər, fiziki, maddi baxımdan həm can təhlükəsizliyi, həm iqtisadi təhlükəsizliyi ilə zur göstərdilər. Aylar və illərlə mühasirədə saxladılar ki, hətta vaxt olurdu bir xurmanı neçə nəfərə bölürdülər. Etmək ruhiyyəsi, göstərmək ruhiyyəsi doğru ideologiyaya söykənərək insanları xilas elədi. Bu hər yerdə belədir. İndi sən deyirsən, yenə yadıma o düşdü. Əbu Talib dərəsindəki məsələ. Həqiqətən də bir də bunu oxşada bilərik o yaxşı polis, pis polis məsələsinə. Qəşəng vurğuladın. Dedin, İsraili göndərir qabağa. İsrailə ali məqamlı rəhbərin bir səndə qəşəng təbiri var da, Quduz. Onu göndərir qabağa. Tərəfin imanından asılıdır da. Biraz gücündən asılıdır. Daxili gücü. Göndərir onu qabağa. Sonra həmin Amerika deyir ki, bu zurdur da, təhdid edir. Sonra deyir ki, bax, iqtisadi də, əvvəl deyir ki, mən, görsən bu səni qarşısını almasam, mən qarşısını almasam, nə edəcəksən? İşğal eləyəcək, filan eləyəcək, gəl mənlə razılaş. Mən dediklərimi elə. Sonra görür, yox, alınmır, özü də təhdid edir. İqtisadi sanksiya, can və mal. Ondan sonra sən deyən, Birləşmiş Ərəb Əmirliyi kimisini göndərir axmaqlaşdırmağa. Həm zər göstərir, həm də axmaqlaşdırmağa ki, baxın, mən araçıyam, vasitəçiyəm, mən olmasam, vəziyyət yaxşı olmayacaq. Baxında çöldən nə yaxşı adamdır, bunların qayğısına qalır. Yaxşı polis, pis polis onu oynayırlar. Elədir, amma ilk olaraq bunu qeyd eləmək istəyirəm ki, Livanda şiə qruplarının silahını əlindən almaq istəyən bir güc yoxdur. Yəni, onlar özləri də bilirlər ki, şiə qrupları istəsələr 2 saat ərzində, günü bu gün iradə eləsələr və məsləhət görsələr, 2 saatın ərzində hakimiyyəti tam şəkildə ələ ala bilərlər. Livanın nə ordusu var, nə bir qayda qanun. Livanı dediyimiz kimi, yəni ərazi bütövlüyünü qoruyan şiə qrupları olur. İstəsələr 2 saat ərzində də hakimiyyəti ələ ala bilərlər. Amma heç vaxt bunu istəmirlər. Yəni, həmişə şəhid başçılarından tutmuş hal-hazırki başçıya qədər qeyd ediblər ki, bu silah vətəndaşa qarşı istifadə olmaq üçün deyil. Yəni, Livanın daxilində biz bu silahdan istifadə etməyəcəyik. 20-30 dəfə bəlkə təxribatlar olub Livanın daxilindəki şiə qruplarını əsəbləşdirsinlər və o silahdan daxildə istifadə etsinlər. Bir misal,
O Beyrutda bildiyimiz o partlayışdan sonraki məhkəmə ədalətsizcəsinə qərar vermişdi. Şiələrdən çoxlu sayda insan yığışmışdı, dinc əhalidən və məhkəmənin qabağında etiraz aksiyası keçirdirdilər. Ətraf binalardan silahla bunlara tərəf atəş açıldı, 70 şəhid və yüzlərlə yaralı verildi. Ki, niyə? Şiə qrupları əsəbləşsinlər və özləri bunun intiqamını alsınlar. Ki, o Seyidin tarixi çıxışını xatırlayır o burada ki, deyir, nə istəyirsiniz? İstəyirsiniz biz bu silahımızı daxildə istifadə edək, bu olmayacaq. Və çox tədbirlə, çox siyasətlə, çox necə deyirlər, hikmətlə məhkəməyə verir və daxili hüquqi baxımından istəyir ki, bu məsələni qabağa aparsın. Qoymur orada fitnə baş versin. 20-30 dəfə buna bənzər hadisələr baş verib ki, bunlar daxili vətəndaş müharibəsinə geçsinlər. Hədəf də nədir? Ordudan, ya hansısa tayfalardan hər hansı bir kəs Şiə qrupları tərəfindən biraz ziyan alsın, yaralansın, ya həlak olsun. Artıq dünyada bir şov başlayacaq ki, Livanda Şiələr xalqı qırırlar. Necə ki, gördük, Ukrayna məsələsində Rusiyanın üstünə necə dünyada kampaniya yaratdılar. Və ətraf ölkələrdən, xüsusən də Suriyadan təşvirçilər daxil edəcəklər ölkənin içinə. Fransa, Britaniya və ABŞ İsraillə birgə havadan başlayacaqlar və hər tərəfli bir hücumla istəyəcəklər ki, şiələri orada məhv etsinlər. Bəhanə bu olacaq ki, şiələr Livanda xalqı qırırlar. İndi burada sənin nəzərini istərdim bilim ki, necə olur? Yəni, şiə qruplarını da biz tək hiss edirik, yoxsa yəni bu hadisə bilirik ki, hal-hazırda şiələrin qarşısına 2 dənə yol qoyublar. Ya Şeyx Nəim cənablarının öz buyruğuna əsasən deyir ki, ya bizə zillətli bir ölüm verirlər ki, silahımızı yerə qoyaq və əminik ki, silahımızı yerə qoyan kimi yenidən İsraillər irəliləyəcək, Beyruta qədər gələcək və şiə sərkərdələrini, mühüm insanlarını tutacaqlar, işgəncə edəcəklər və dünyaya onları döyə-döyə, narahat edici görüntülərlə ibrət gözünə göstərəcəklər ki, baxın, İsraillə düşmənçiliyin sonu budur. Ona görə deyir ki, bizim qarşımızda 2 yol var. Ya izzətli ölüm, Kərbəla yaşayacaq, ya zillətli yaşamaq ki, biz heç vaxt zilləti qəbul etmərik. İndi bunu soruşacağım. Səncə hal-hazırda şiələr orada təkdirlər, yoxsa nəyəsə arxayındırlar bunlar? Bəli, nəzərə çatan budur ki, şiələr orada bayaq qəşəng mətləblərə toxundun. Əslində cavab elə sənin toxunduqlarının içində də yatıb. Bu şiənin cəbhəsi, mübarizə cəbhəsi ki var, hər ölkədə, müsəlman ölkəsində, məxsusən də Livanın özündə ki, bugün indi söhbət edirik, hikmət, izzət və qüdrət üzərində qurulub. Çünki ali məqamlı rəhbərdən xətt alırlar, ideoloji baxımdan ona bağlıdırlar. Və gözəl də misal vurdum, fitnə yaratmaq istəyirdilər, Beyrutdakı partlayış məsələsində yıxmaq istəyirdilər şiələr tərəfə. Bunu da gözəl idarə ediblərsə, bu gün gedən proseslərdə, özün fikir versən, İsrail gördü ki, şiənin mübarizə cəbhəsinin qarşısında dayanılmayacaq. Çünki ideoloji müharibə aparır. Və bir tərəfdən də ideoloji baxımdan əvvəllər biz deyirdik ki, sən danışdın Livanın əvvəllərində, əvvəllər əli boş idilər bunlar. Sırf ideologiya ilə gəlmişdi. Amma bugün Allah deyir, səndən hərəkət, məndən bərəkət, illərlə şəhid verərək, mübarizə apararaq, bugün texnoloji baxımdan da Livandakı şiə cəbhəsi çox güclənib və elə mən təsadüfən sözün üstünə çəkdi. Bu günləri bir xəbərdə gördüm ki, İsrail tərəf özü xəbər verir ki, məlum o şiə cəbhəsinin Livanda 20.000 raketi var. Bundan danışır. Özü deyir. Hansı İsrail? Netanyahu 2 il bundan öncə Əqsa tufanından bəri hey dəqiqə başı deyirdi ki, biz onların bütün raket lançerlərini məhv eləmişik, bütün raket ambarlarını məhv eləmişik, 80% məhv eləmişik. Bugün özləri deyir ki, yox, çox böyük təhlükədir, var. Niyə? Getdikcə fikir versən, İsrail daha çox qıcıqlandırıcı hərəkətlər eləyir Livana qarşı ki, həmin dediyim məsələ bilir nəysə qüdrəti var, arxada dayanmayıblar və yerli, məsələn, kənardan alma da deyil tək, yerli artıq istehsalla məşğuldur bu şiə cəbhəsi orada. Bu onları çox pis qorxudur. Çünki İsrailin
işğal etdiyi Fələstin torpağının şimal hissəsi Livanla atəşkəsə qədər ki, o Şiə cəbhəsi vururdu onları, şimal hissəsi Kiryat Şimona filan hamısı boşalmışdı. İndiyə qədər bir il keçib üstündən qayıtmağa qorxurlar. Heç kəs qayıtmır. Açıq cəbhə qalıb ona görə. Açıq cəbhə qalıb. İsrail də istəyir ki, o cəbhəni həm Livanın cənubunda daha çox irəliləyərək o tərəfə aparsın, divarlar hörsün həmişəki kimi. Ya evlər, şəhərciklər, ya nəsə bir divarlar örsün. Həm də həmin o dediyin o qıcıqlandırma məsələsi ilə o Şiə qruplarını daha da qıcıqlandırsın ki, Beyruta qədər gedib bombardman eləsin, sən dediyin məsələ o Beyrutdakı partlayışdakı kimi. Dövlətin əlinə bəhanə versin, öz adamları daxı. Bəhanə versin ki, acəmat gördünüz, bu qruplar olmasaydı, biz deyirdik də suveren yaşayacaqydınız. Birləşmiş Ərəb Əmirlikləri də gəlib, qəşəng investisiya qoyacaq bura, kapital yatıracaq filan. Budur ki, mən belə fikirləşirəm ki, tək deyirlər. Amma belə deyək də, pik bir nöqtə var, ora yaxınlaşırıq. Özə sürətlə yaxınlaşırıq. Onu gözləyirlər. O nöqtədə Şiə qrupları iki tərəfdən göstərəcəklər biz tək deyilik. Həm sən dediyin parlament məsələsi, həm xalqın dalğası. Çünki sən məsələn deyirsən 1 milyon Şiə var. Deyək ki, o cəbhəsi neçə mindirsə, onun dalında belə təsəvvür yanar ki, təkcə 1 milyon Şiə dayanıb. Xeyr. O cəbhə digər Məsihlilərin, biz neçə dəfə görmüsən etirazlarını, Məsihlilərin, digər sünni qardaşların da sevimlisidir. Yəni 4 milyondan bəlkə bir 90% onların sevirlər. Hətta dürziləri belə Suriyanın dürzilərindən fərqli olaraq bəli, onlar dəstəkləyirlər. Ona görə tək deyirlər. Amma həmin dediyim, sən danışdığın qəşəng məsələ bir hikmət, qüdrətin yanında kör-körənə qüdrət deyil. Hikmət və izzətlərin, Nəyim Qasım dediyi kimi, izzətimizi də qoruyuruq. Tərk-silah olmayacaq. Yerində və zamanında lazım olan addımı bu yaxında mən belə fikirləşirəm ki, inşallah atacaqlar. Həm xalq arxasında olacaq, həm parlament dövlətə təzyiq gətirəcək. Həm də ilahi ideologiya ilə mən belə fikirləşirəm ki, əsas elə pay sahibi Livanın Şiə cəbhəsi olacaq İsrailin məğlubiyyətində. İnşallah. Mən bir Facebookda gördüm, bizə deyirlər ki, siz nəyə əsaslanıb danışırsınız və təhlillərinizi özüdən çıxardırsınız. Önəmli deyil, çünki bilir ki, yəni biz bu danışıqlarımızın hamısının olan təhlillər və mətbuatda olan xəbərlər və böyüklərin söhbətlərindən çıxarış edib söhbət edirik. Amma bir qeyd gətirmək istəyirəm. Doktor Laricaninin Beyruta olan səfərindən. Dövlət bir müddət çoxlu sayda, yəni şiddətini artıraraq bu Şiə qrupların üzərinə gedirdi ki, silahsız verməlisiniz dövlətə və silahsızlaşmalısınız. Həmən ərəfələrdə Doktor Larijani ali məqamlı rəhbərin nümayəndəsi olaraq Livana səfər etdi. Livana səfəri çox müəmmalı və çox gözəl idi. Həqiqətən çox belə qürur verici bir səfər idi. Orada Livanın prezidenti ilə bir qapalı qapılar arxasında olan bir iclasdan çıxırdı və kameraların çəkdiyi yerdə dönür ona qayıdır. Deyir ki, üzr istəyirəm açıq danışdığıma görə. Həqiqətlərin necə olduğunu bilmək üzü istəyirdim. Yəni özü bu sözü saxlayır ki, kamera qabağında deyir. Bu nədir? Bu bir mesajdır. Onun səfəri. Yəni belə bir şey var ki, onlar deyirdilər ki, İran bizim daxili siyasətimizə müdaxilə eləməsin. İran bizim daxili siyasətimizə müdaxilə edir. Doktor Laricaninin səfəri o idi ki, biz müdaxilə eləmirik. Biz müdaxilə etsək, başqa olacaq. Yəni, bizim müdaxiləmiz elə olacaq ki, artıq o cəhənnəm savaşı ki var ki, uzun illərdir hər iki tərəf ondan, yəni həm İran xətti, həm qərb xətti ondan çəkinir, artıq başlayacaq. Yəni, Hizbullah bizim üçün o bildiyiniz kimi sıravi deyil. Yəni, Şiələr Livanda bizim qırmızı xəttimizdir. Və əgər siz onların üstünə geçsiniz, elə bilməyin ki, yəni biz onları tək qoyacaq və hamılığı onları təşkilə biləcəksiniz. Müxtəlif xəttlər işə düşəcək və o fikri, heç kimin arzu etmədiyi cəhənnəm müharibəsi başlayacaq. Bəli, dəqiqliklə mütləqdir, mən də belə fikirləşirəm və bu dəfəki döyüş son döyüş olaraq sistematik başlayacaq inşallah. Sadəcə həqiqətən də İsraili və Amerikanı əsəbləşdirən hazırlıqların getdiyi məlumdur böyük miqyasda.
Və onlar buna əsəbləşirlər və daha çox əsəbləşdikləri mətləb də budur ki, bilmirlər nə hazırlıqçıdır. Çox gözəl. İstəsən bu verilişi ilə burada da kifayətlənək və inşallah İraq məsələsini də növbəti bölümə saxlayaq. İnşallah. Əziz izləyicilər, bu podkastda biz Livan və Livandakı şiə qruplarının silahsızlaşdırma prosesi haqqında bacardığımız qədər qısa da olsa danışdıq. Bildiyiniz kimi bu məsələlər o qədər qəliz və o qədər çox şaxəlidir ki, istəsək tam təfərrüatlı danışaq. Çox zaman aparacaq və çox zaman ehtiyac olacaq. Ona görə elə bu qədər kifayətlənirik. Abunə olmaqla, bizim videoları paylaşmaqla bizə dəstək olmayı unutmayın. Allaha əmanət olun.